Biləsuvarda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib. Hadisə Yeni Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib. Belə ki, Astara istiqamətində hərəkətdə olan kiçik tutumlu yük avtomobilinə arxa tərəfdən digər hərəkətdə olan kiçik tutumlu avtomobil çırpılıb. Nəticədə bir nəfər dünyasını dəyişib. Hazırda müvafiq qurumların əməkdaşları hadisə yerindədirlər. Qəzanın dəqiq səbəbləri araşdırmaların sonunda məlum olacaq. Çəkməyin də burada xahiş edirəm. Suyun yanına da bırakın yakın yanına. Akımda Ben oldu Ahmet.